Əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 10-cu mövzumuz, həmçinin 1-ci bölmənin sonuncu bölməsi öz-özünə induksiya, elektrik hərəkət qüvvəsi və maqnit sahəsinin enerjisi bölməsi ilə tanış olacaq. İlk öncə yenə keçdiklərinizi xatırlayın hissəsini təkrar olaraq yadımıza salıb, daha sonra isə keçid alırıq dərsimizin izahına. İlk öncə başlayıb ətalətli. Ətalətli cisimin mühüm xassələrindən biridir. Ətalət latın sözü olub, intertis, yəni fəaliyyətsizlik, tənbəllik mənasında işlədilir. Ətalətli o deməkdir ki, cisim sürətinin dəyişməsi üçün həmişə müəyyən bir zaman lazımdır. Onda cisim öz sükunət halını və ya düz xəttli bərabər sürətli hərəkət halını saxlama hadisəsi ətalətli adlanır. Məsələn, avtobus hərəkət edir. Ani olaraq dayandıqda biz irəli doğru yıxılırıq. Çünki biz həmişə avtobus hərəkətdə olan zaman irəli doğru getdiyimizə görə o avtobus dayananda bizim özümüzü tarazlamamız üçün müəyyən bir zaman fasiləsi lazımdır. Cisimin ətalətli ölçüsü kütlədir. Daha sonra 7-ci sinif dərsliyindən cisimin hərəkət enerjisi kinetik enerji adlanır. Kinetik enerji ədədi qiymətcə cisimin sürətinin modunun kvadratı ilə onun kütləsinin hasilinə yarısıdır. Sonra 9-cu sinifdə sizlərə maqnit nüfuzluğu haqqında məlumat verilib. Maqnit nüfuzluğu bərabərdir. B bölünsün B sıfırdır. Buradakı B maqnit induksiyasının modulu, yəni vakuumdakı isə B0 şəklində qeyd olunmuş olacaqdır və maqnit nüfuzluğunun vahidi yoxdur. Daha sonra gəlib 9-cu sinif dərsliyindən qaz aid olan hala, xarici təsir olmadan qazın elektrik cəryanını keçirməsi müstəqil boşalma adlanır. Müstəqil boşalma növlərindən biri də qığılcım boşalmasıdır. Havada elektrodlar arasında yüksək gərginlik olduqda baş verir və nazik, ziqzaq formalı işıqlı kanallar dəstəsi şəklində müşahidə edilmiş olacaqdır. İlk öncə şəklə diqqət yetirsək, biz həmin belə deyək də çəngəli elektrik yuvasından araladıqda bu zaman həmin bu hadisənin, yəni qısa müddətli də olsa, həmin bu parıltını müşahidə edirik. Bu zaman sual olaraq verir, niyə elektrik cihazlarını şəbəkədən ayırdıqdan sonra kontaktlar arasında havada qığılcım boşalması yaranır? Çünki cihaz işləyərkən kontaktlarda elektrik cəryanı keçir və ayrılan zaman kontaktlar bir-birlərindən uzaqlaşır, yəni məsafə belə deyək də, burada məsafə bir-birlərindən uzaqlaşmağa başlayır, lakin hələ də aralarında çox az da olsa məsafə qalmış olur. Bu az məsafədə artıq elektrik sahəsi daha da çox güclənir. Y bərabərdir. U bölünsün D üstünə, yəni intensitet üstünə əsaslanıraq. Onda havada molekullar ionlaşır və həmin bu dediyimiz elektrik qövsü yaranmış olur ki, bu da qığılcım şəklində müşahidə olunmuş olacaqdır. Sonra kontaktlar arasında yüksək gərginlik nədən yarana bilər? Belə ki, kontaktlar ayrıldıqda cəryan keçən ucların açıq sahə yaranır və həmin elektrik cəryanı havada və ya digər izolyatorlara sırayaraq həmin hissələrə keçməyə çalışmağından irəli gəlir. Araşdırma 1. Lampalar niyə eyni anda işıqlanmaz? Çünki sarğac olan hissədə induksiya cəryanı nəticəsində lampa bir qədər gec yanacaq, həmçinin lampa bir qədər gec sönmüş olacaqdır. İndi gəlin bunu sizlərə qəşəng, möhtəşəm formada izah edeyim ki, artıq bu dərs yəni yadınızda qalacaqdır mütləq şəkildə. Bilək ki, rezistor olan hissədə, yəni ümumiyyətlə rezistor deyilir ki, çox kiçik müqavimətə malik olan bir naqildir. Rezistor cəryan keçəndə heç bir gecikmə yaratmır. Çünki onun yalnız müqaviməti var, yəni induktivliyi yoxdur və ona görə də şəbəkəyə qoşulan kimi cəryan dərhal keçir və lampa tez yanır. Amma gəlirik sarğac olan, yəni A2 cəryan şiddətinin keçdiyi hissədə birləşən 2 lampasına.
Bu zaman cəryan keçəndə özündə maqnit sahəsi yaradır və bu maqnit sahəsinin yaranması üçün bir qədər vaxt lazımdır. Və Faradayin elektromaqnit induksiya qanununa görə bunu biz 9-cu sinif dərsindən məlumatımız var. Sarğasdan cəryan keçəndə əks istiqamətli induksiya cəryanı yaranır və bu əsas cəryanın artmasına bir qədər müqavimət göstərmiş olur. Ona görə də sarğac onun dövrədə cəryan əvvəlcə yavaş-yavaş artır və lampa gec yanmış olacaqdır. Bir sözlə deyə bilərik ki, sarğac cəryanın dəyişməsinə qarşı çıxan induktiv bir elementdir. Cəryan artanda özünün maqnit sahəsi yaradıb, belə deyək də, əks olaraq həmin orada cəryanın artmasını gecikdirmiş olur. Rezistora gəldiksə, rezistor sadəcə cəryanı azaldır, lakin keçən cəryanın sürətini dəyişmir. Davam edirəm mövzumuzla. Deməli, ixtiyari qapalı konturda mövcud olan elektrik cəryanı özünə məxsus maqnit sahəsi yaradır. Konturda cəryan şiddəti dəyişdikcə onun hüdudlandırdığı səthdən keçən maqnit sel də dəyişmiş olur və nəticədə həmin konturda induksiya, elektrik hərəkət qüvvəsi yaranır. Keçirici konturda cəryan şiddətinin dəyişməsi nəticəsində həmin konturda induksiya, elektrik hərəkət qüvvəsinin yaranması hadisəsi öz-özünə induksiya hadisəsi adlanmış olur. Belə ki, qapalı konturda cəryan şiddəti sıfırdan müəyyən qiymətə qədər artdığı zaman bu konturdan keçən maqnit selin qiyməti də zaman keçdikcə artır. Nəticədə konturda yaranan öz-özünə induksiya, elektrik hərəkət qüvvəsi həmin konturdan keçən cəryanın əksinə doğru yönələn induksiya cəryanı yaratmış olacaqdır. Və bu cəryan əsas cəryanın maksimal qiymət almasını ləngidir, yəni cəryan şiddəti maksimal qiymət alana qədər müəyyən qədər vaxt getmiş olur. Bu da o A hissəsinə uyğundur. Dövrəni artıq açdıqda konturdakı cəryan şiddəti maksimal qiymətdən sıfıra qədər azalan zaman oradakı cəryanı davam etdirməyə çalışan öz-özünə induksiya elektrik hərəkət qüvvəsi yaranmış olur. Bu zaman bu Lens qaydasıdır ki, konturdan keçən əsas cəryanın istiqamətinə yönəltməklə onun azalmasını ləngidir. Lens qaydasının biraz sadə bir izahı nə uzaqlaşmağına icazə vermir, nə də ki, yaxınlaşmağına icazə vermir. Baxın, məsələn, şəkil OA hissəsində cəryan artırdı. İnduksiya cəryanı onun artmağına icazə vermədi. Artıq AB hissəsində açar açıldı və artıq başladı cəryan şiddəti azalmağa. Cəryan şiddəti azaldıqca induksiya cəryanı artıq başlayacaqdır həmin o cəryanın azalmağına icazə verməsin. Bu zaman biz deyə bilərik ki, konturda yaranan məxsusi maqnit seli həmin konturdan keçən cəryan şiddəti ilə düz mütənasib asılıdır. Yəni, F bərabərdir L vurulsun I ifadəsinə. L burada mütənasibliyi əmsalıdır, induktivlikdir. İnduktivlik asılı deyil, nə F-dən, nə I-dən. Vahidi 1 Weber bölünsün amper və yaxud 1 Henry şəklində qeyd olunmuş olur. Bu zaman elektrik hərəkət qüvvəsinin L ilə əlaqədar olan düsturu mənfi L vurulsun delta I bölünsün delta T şəklində qeyd eləmək olar. Gəlirəm bu hissələrdə maqnit sahəsinin enerjisi. Belə ki, maqnit sahəsinin enerjisi W maqnit bərabərdir L I kvadratı bölünsün 2-yə, daha sonra F kvadratı bölünsün 2 elə və F I bölünsün 2 şəklində qeyd edə bilərəm. Məsələn, mənə deyir ki, L-in, yəni induktivliyin sabit qiymətində W-nun I-dən asılılığını qeyd edeyim. Bura yazıram. L bərabərdir konstant. Bu zaman kvadratik olaraq düz mütənasib asılı olmuş olacaqdır. Məsələn, deyirəm ki, induktivlik sabit olanda, yəni L bərabərdir konstant olduqda W-nun F-dən asılı, bu da yenə parabolik olaraq düz mütənasib asılılıq əmələ gətirmiş olacaqdır. Məsələn, deyirəm ki, I-nin sabit qiymətində I bərabərdir konstant. Bu halda maqnit sahəsinin enerjisi induktivliklə xətti olaraq düz mütənasib asılıdır. F-nin sabit qiymətinə gəldikdə isə, bura qeyd edirəm, F bərabərdir konstant. Bu halda L-lə maqnit sahəsinin enerjisi
bir-biri ilə tərs mütənis vasitlik təşkil etmiş olacaqdır. İndi isə davam edirəm araşdırma 2 ilə. Deməli, burada nə deyir? İnduksiya elektrik hərəkət qüvvəsi və induksiya cəryan şiddətini təyin edir. İlk öncə burada 2 hal var. K çarını qapadıqda və K çarını açdıqda. İndi gəlin həmin bu hadisəni sizlərlə daha yaxından müşahidə edək. Əgər K çarı qapalıdırsa, bu hissə müsbətdir, bu hissə mənfidir. Yəni böyük olan hissə həmişə müsbətdir. Bu zaman əgər K çarı qapalıdırsa, yəni birinci halda bir dövrəsində elektrik cəryanı B A istiqamətində həmin o istiqamətdə yönəlmiş olacaqdır. Bu zaman iki qapalı dövrəsində bu cəryanı azaltmağa çalışan bir induksiya cəryanı yaranır, yəni CD hissəsində. İndi ikinci hala baxaq, yəni K çarını açdıqda nə baş verir? K çarını açsaq əgər bir dövrəsindəki cəryan ani olaraq kəsilir. Lakin iki dövrəsində yaranan cəryan, induksiya cəryanının onun kəsilməsinə maneəçilik törətməyə çalışılan induksiya cəryanı DC istiqamətində olmuş olacaqdır. Baxın, birinci halda açar qapandıqda cəryan artdığına görə induksiya cəryanı onu azaltmağa çalışdı. Amma ikinci halda açarı açdı, cəryan şiddəti azalırdı deyə induksiya cəryanı onun azalmağına imkan vermədi. Davam edirəm həyatla əlaqələndirin. Avtomobilin mühərrikini işə salmaq üçün alovlandırıcı şamın ucları arasına 10 kV gərginlik verilməlidir ki, orada güclü qığılcım yaransın və silindrdəki yanacağı alovlandırsın. Bu zaman nəzərə alın ki, avtomobilin akkumulatoru isə cəmi 12 volt gərginlik verə bilir. O zaman deyir ki, avtomobilin alovlandırıcısı şam dövrəsində belə yüksək gərginlik nəyin hesabını ala bilər? Belə ki, akkumulyatorun sıxaclarında deyir ki, 12 volt gərginlik var. 12 volt gərginlik olsa da, həmin o avtomobilin elektrik dövrəsində 55 amper cəryan şiddəti yaradır. Və belə yüksək şiddətli cəryan alovlandırıcı şama verildikdə onun kontaktları arasında yüksək qiymətə malik olmuş olur. Və həmin aralıqda havada qığılcım boşalması baş verir və elektrik hərəkət qüvvəsi yaranır və yanacaq alovlanmağa başlayacaqdır. Davam edirəm özünüzü qiymətləndirin hissəsi ilə. Sarğacın induktivliyi tələb olunur. W bərabərdir mənfi L. Delta I bölünsün delta T-yə. Yazıram 12 bərabərdir L vurulsun. Delta I dediyimiz 9-dan 3-ə gəlir 6 bölünsün. Zamanımız da 0,4-ü 0 qaldırıram yuxarı. Bu zaman 60 ilə 12-ni ixtisar aparıram 5. 50 də təyin edən zaman bu da bərabər olmuş olacaqdır. 4 bölünsün 5-dən 0,8-ə. 2 nömrəli sualımız. Bəzən hesablamalarda induktivliyin vahidi 1 Henry bərabərdir. 1 volt vurulsun saniyə bölünsün amper şəklində qeyd olunur. Bunu isbat edin. Gəlin isbat edək. Eyni düsturdur. Epsilon bərabərdir mənfi L vurulsun delta I bölünsün delta T ifadəsinə. Bu zaman buradan 50 tapsam, epsilon vurulsun delta T bölünsün I şəklində qeyd edə bilərik. Bu da bərabərdir. Kəsir xəttini çəkirəm. 1 volt vurulsun 1 saniyə bölünsün cəryan şiddətinin yerinə də amper şəklində qeyd edə bilərik. Davam edirəm 3 nömrəli sualımızla. Şəkildə eyni iki sarğacda cəryan şiddətinin zamana görə dəyişmə qrafiki verilmişdir. Hansı sarğaca daha böyük və neçə də böyük öz-özünə induksiya elektrik hərəkət qüvvəsi yaranmış olur? İnduksiya elektrik hərəkət qüvvəsi delta I bölünsün delta T-dir. Delta I-ni delta T-yə böləndə bizə vermiş olacaqdır tangen sayfanı. Tangen sayfada da bucaq artdıqca qiymət artır. Burada diqqət etsək 2-nin bucağı budursa, 1-in bucağı budur. Bucaq böyük deyə deməli epsilonun qiyməti böyük olmuş olacaqdır. Yəni epsilon 1-in qiyməti mütləq şəkildə epsilon 2-dən böyükdür. Və burada əslində dəyərlər daha düzgün verilməyib. Baxın, məsələn, tutaq ki, bunu bu qiymətlə götürürəmsə, bu uyğun gələ biləcəyi qiymət, məsələn, 1,5 mi götürüm, yoxsa neçə mi götürüm? Məsələn, tutaq ki, 3 üçün götürürəm, yəni ilki cəryan şiddəti üçün. Məsələn, bunun tam olaraq belə bir şey şəklində də
götürə bilərik. Yəni burada elə cərəyan şiddətləri ilə getsək, biri digərindən 3 dəfə fərqlənmiş olacaqdır. Əsas məsələ hansı daha dikdirsə, orada epsilon, yəni elektrik hərəkət qüvvəsi daha böyük qiymət almış olacaqdır. Bu da oldu birinci bölmənin sonuncu izah mövzusu. Növbəti videoda isə bundan sonra gələn məsələ həllərini bir yerdə sizlərlə işləyəcəm. İnşallah növbəti video izahlarda görüşmək üzrə. Əgər kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənib abunə olmağı və ən əsası da şərh bildirməyi unutmayın.